Bu dim sualıdır. Bizdə bu qaydanı a kvadrat plus b kvadrat bərabər c kvadratını verib. Yəni bu düz bucaqlı üçbucaqdır. Pifaqor teoremini ödəyir. Düz bucaqlı üçbucaqda bucağın sinusu qarşıdakı katetin hipotenuza nisbətidir. Yəni yaza bilərik sinus alfa bərabərdir a bölünsün c, o da bərabərdir 5 bölünsün kök altında 41. Burada yəni a 5'dir, c'miz də kök altında 41'dir. Pifaqor teoreminə əsasən b-ni tapa bilərik. B bərabər kök altında c kvadratı minus a kvadratı. Yəni c-nin, yəni kök altında 41'in kvadratı ilə 41 eləyir. 5'in kvadratı da 25. Bərabərdir. Kök altında 41'dən 25 çıxsaq 16, bərabərdir 4. Deməli, digər katetimiz də 4'dür. İndi biz b-ni tapdıq ki 4'dür, a-nı da tapdıq ki 5'dir. İndi bizə bu ifadənin qiymətini istəyir. Gətirib yerinə qoyaq, yazaq. 3 vurulsun 5, üstə gəlinsin 4. 2 vurulsun 5, çıxılsın 2 vurulsun 4. Bərabərdir. 15 üstünə 4 gəlsək 19. Bu da 10 eləyir. Ondan da 8 çıxsaq 2. 19'u 2'yə bölsək 9 tam onda 5. Cavab 9 tam onda 5 eləyəcək.